Demək, 60-a qədərki hissəni izah eləmişdik. İndi 60-dan sonraki hissəni izah edəcəm. 60-dan sonraki hissədə deməli burada bizim nə var? Orta məktəb dərsində olan bir qaydadır. 8-ci sinif orta məktəb dərsində olan qaydadır. Elə qaydanı əslində mən Azərbaycan dilində yazmışdım. Sadəcə olaraq istərəm elə dərslikdəki hissəni göstərim sizə qaydanı. Deməli, dərslikdəki hissədə belə bir qayda var. To be about to qaydası var. To be about to nə deməkdir? Elə izahını da İngiliscə verilib orada. Mən sadəcə həmin izahı sizə deyəcəm nə olduğunu. Deməli, to be about to nə deməkdir? Deməli, izahında da qeyd olunub. We use to be about to talk about things which are going to happen very soon. Tezliklə baş verəcək hadisələri göstərmək üçün istifadə olunur. Quruluş etibarilə burada fikir verəcəyimiz ən əsas vacib məsələlərdən birincisi burada nədir? Vacib məsələlərdən birincisi orada aboutdan sonra to-nun işlənməyidir. Ən vacib məsələlərdən biri. Bu bir. Deməli, cümlələr nədir? I am about to lay the table. Can I phone you back later? Nə deyir orada? Mən deyir, tam stolu açmaq üzrə idim. Yəni tam stolu açırdım ki, tam indi stol açırdım da, ya bu dəqiqə tam stolu açırdım. Yəni stol, lay the table, süfrə açmaq deməkdir. Can I phone you back later? Yəni daha sonra sənə zəng eləyə bilərəm. Yəni bu cümlə budur. We often use be able to with just. Just'ın mənası indicə deməkdir, bilirsiniz ki. Deyir, just'la işlədirik, bir də onu deyir biz. Just'ın mənası indicədir. I am just about to lay the table. Can I phone you back later? Yəni burada görürsünüz, heç bir fərq yoxdur. Yəni just'ı da işlətsək problem yoxdur. Topluluqda buna aid suallarımız var. Ona görə mən bunları qeyd edirəm ki, biləsiniz. Just. Mən indicə, yəni mən stolu açmaq üzrə idim deyir birincidə. İkincidə deyir, mən indicə stolu açmaq üzrə idim. Süfrəni açmaq üzrə idim. Sənə daha sonra zəng eləyə bilərəmmi? Yəni cümlə bundan ibarətdir. When we use be able to in the past, we can refer the things that were going to happen but didn't. Digər biz keçmişdə olan bir hadisə ilə bağlı to be about to işlətsək, bu o deməkdir ki, keçmişdə hansısa bir hadisə baş verəcəkdi, amma verməyib. Yəni nə deyir? We were about to leave home when my brother felt bad. Nə deyir orada? Biz tam evi tərk edirdik ki, tam evi tərk edəcəkdik ki, qardaşım xəstələndi. Qardaşım özünü pis hiss etdi. We were about to, bu hansı zamanda oldu? Keçmiş zamanda. Yəni tam evi tərk edirdik keçmişdə, qardaşım özünü pis hiss etdi. İndi olsa is about to, are about to, keçmişdə olsa was about to, were about to. Buna fikir verin. Burada bir də var, to be about to'nu biz, to be about to'nu biz işlədə bilmərik zaman, dəqiq zaman bildirən ifadələrlə. We don't use to be about to with time expression. Zaman bildirən ifadələrlə to be about to'nu işlədə bilmərik. Məsələn, we were about to leave home in 5 minutes. Əgər in 5 minutes varsa, orada be about to'nu işlədə bilmərik. Test toplusunda bu konkret bizə test toplusunun axırlarında ən lazım olan məsələdir. Zaman bildirən ifadə gördüksə, orada to be about to'nu çıxırıq. Biz to be about to talk about abilities in the place where it's not possible to use can. Yəni burada da nədir? Will be able to'dur bu da. Will be able, to be able to. To be able to'nu biz bilirik onsuz da. To be able to nəyə bərabərdir? Can'ə bərabərdir, biz bilirik ki. To be able to can'ə bərabərdir. To be able to'nun can'dən fərqi nədir? Can'ı biz indiki zamanda işlədirik, could-dan zamanda işlədirik, keçmişdə. Məsələn, gələcək olanda biz can işlədə bilmirik. Əvvəlcə nə işlədəcəyik biz? Will be able to'nu, bu onu deyir yəni. To be able to'nun biz demişdik ki, 6 zaman forması var. Am, is, are able to, was, were able to, will be able to, would be able to, have been able to, has been able to və had been able to. Bu da belə getdi. Yəni burada qeyri-adi bir şey yoxdur. Bir də var to be due to. Due to'nun mənası ümumiyyətlə nə deməkdir? Due to'nun mənası uşaqlar əslində deməkdir ki, a görə, nəyəsə görə. Məsələn, deyirəm ki, she didn't come və yaxud da she hasn't come due to her illness. O xəstəliyinə görə gəlmədi. Orada due to'nun mənası nə deməkdir? A görə. O due to'nun mənası because of-a bərabərdir. Nəyəsə görə, yəni başa düşdünüz necə? Və yaxud da mövzu çətin olduğuna görə mən yaza bilmədim. Due to'dan sonra nə gəlir? Hansısa bir səbəb gəlir. We often use with time expression. Biz zaman bildirən ifadələrlə işlədirik due to'nu bəzən. Bax, burada due to'dan sonra feil gəlməyib. Daha sonra bayaqkında biz due to'dan sonra feil gəlmirdi. Amma burada isə due to'dan sonra feil gələcək. Nə deyir orada? The course is due to start next week. Nə deməkdir o mənası? Bax, burada nə deyir? Talk about things that are expected or planned to happen at a certain time. We often use with the time expression. Hansısa bir hadisə
veyahut da hansısa bir əlamətdar bir şey, hansısa bir şey baş verəcəyini bildirmək üçün to be due-unu işlədirik. Biz hansısa bir şey baş verəcək, vermə ehtimalı var, olacaq, yəni mənasında. The course is due to start next week. Nə deməkdir? Kurs gələn həftə başlayacaq, başlaya bilər. Yəni o məna, başlayacaq. Burada da ən vacib şey nədir? Next week var ya burada. Next week'in olmağı burada vacib məsələlərdən biridir. Next week olduğuna görə biz burada due to işlətdik. Zaman olanda demək to be about to işlətməyəcək, nə işləyəcək yerinə? To be due to işlədəcək. İndi testlərə qaydaq gələr. Bir də testlərdə vacib olan məsələlərdən biri də nədir burada? Testlərdə vacib olan məsələlərdən biri. Mən burada tapa bilmədim açığı. Could'la might'ın ehtimal mənasında işlənməyi var. Uşaqlar, could'la might'ın. Deməli, biz bunu burada görmədim mən qaydada. Bəlkə də var, amma mən görmədim. Deməli, could'la might'ı biz əslində bilirik ki, keçmiş zamanda işlədik də, düzdürmü? Could'la might uşaqlar, keçmiş zamanla yanaşı. Eyni zamanda could'la might'ı biz indiki zamanda işlədə bilərik. Could və might. Biz bunları could'la might'ı biz bu ikisini işlədə bilərik nədə? Ehtimal olunan məsələlərdə işlədəcəyik. Could'la might'ı biz işlədəcəyik indiki zamanda olan, indiki zamanda ehtimal mənasında işlədə biləcəyik. Ehtimal. Deməli, could'la might nədə işlənəcək? İndiki zamanda, amma ehtimal mənasında. Biz could'la might'ı əslində elə bilirdik ki, nədə işlənir? Could'la might biz nədə bilirdik işlənir? Keçmişdə. Biz bilirdik ki, might may'in keçmişidir, could da can'in keçmişidir. Amma burada could'la might işlənəcək nə mənada? Ehtimal mənasında, ola bilər mənasında indiki zamanda işlənmiş olacaq. Bu bir məsələ. İndi bax, bu testlərimizdə ən vacib, ən lazımlı olan, yeni test toplusunda ən vacib lazım olan məsələlərdən biridir ki, could'la might'ı nədə işlədilər? Ehtimal mənasında. Possibility, ehtimal mənasında işlədilər. İndi testlərə gələk. Testlərin üzərində göstərəcəm hansı olduğunu. İndi 61-dən başlayıram. 61-də deyir ki, careless attention to the rainforest, nə deyir? Yağmur meşələrinə qarşı olan diqqətsizlik, damage the world's ecology. Dünya ekologiyasına zərər verə bilər. Bilmək nədir? Can-lə may. Can-lə may uşaqlar ehtimal mənasında işlənə bilir. Can-in mənasında, ehtimal mənasında işlənə bilir. Hər kəs onların mühafizəsində iştirak etməlidir. Nə olacaq orada? Should. Deməli, növbətidə nə deyir? To var. To-da biz bilirik ki, haven't to olmur. Should-la to işlənmir. Düzdürmü? Will be able to olmalıdır. Won't be able to olmalıdır. Qaldı cavab C variantı. Növbəti sualda haven't to olmur. Sonra am able'ın to'su yoxdur. Olmur. Cümləyə nə deyir? Luggage nə deməkdir? Yük çox ağırdır. Mən onu daşıya bilmirəm. Can't. Növbəti sualda, deməli 64-cü sualda yenə də will be able to olmalıdır. B'si yoxdur. Sonra cümlədə nə deyir? It's an interesting film. Bu maraqlı bir filmdir. Mən fikirləşirəm ki, o award nə idi? Mükafat ala bilər. Could. İndi fikirləşirik ki, biz could axı keçmiş zamandaydı. Nətər oldu burada could oldu? Burada could indiki məzmununda işlənir. Ehtimal məzmununda, ehtimal mənasında. Ala bilər. Ola bilər, ala bilər. Ehtimal mənası biz nə işləyəcək? Could'u indiki zamanda işləyəcək. Might da, could da orada sinonim kimi işlənəcək. Ehtimal mənasında indiki zamanda. Do you think Jane, sən fikirləşirsənmi deyir, Jane məktəbə çata bilərmi? Bax, burada is able to'su yoxdur. May ilə to işlənmir, could-la to işlənmir, will be able-la to'su yoxdur. İndi düşünürsən ki, cümlə nətən oldu indiki zamanda, nətən might işləndi? Burada ehtimal mənasındadır. Sən fikirləşirsən ki, Jane məktəbə çata bilərmi? Yəni ehtimal, yəni mənasında. Aysu, burada nə deyir? Are able to'su yoxdur. Will be able to'su yoxdur. May ilə to işlənmir. Yəni might-la da to işlənmir. Qaldı cavab C variantı. İndi cümləyə gələn fikir ver. Where might we go tomorrow? Biz sabah hara gedə bilərik? Hara gedə bilərik? I don't know, but we could go to the cinema. Mən bilmirəm, amma biz sinemaya gedə bilərik. Burada nə mənadadır? Ehtimal. Üzünü gəlsin. Bir dənə üzünü gəl. Bir havaya çıx gəl.
Deməli, burada nədən söhbət gedir? 67-də won't be able to olmalıdır, be-si yoxdur. Are able, to-su yoxdur. May ilə to işlənmir. Will be able-un da to-su yoxdur. Düzdürmü? Qaldı cavab nə variantı? B variantı. Yəni to be able to'dur da. Am are able to, was were able to. Sonra nə idi? Will be able to. Biz bu qaydalarda demişdik də bunları. Yanımıza gəlirsə, to be able to'nun formalarını yadda saxlamaq lazım idi. Qaydaları da bizdə burada var idi. Deməli, burada qaydalara fikir versək, to be able to'nun formalarında nə var? Am are able to, was were able to, will be able to, shall be able to yadınıza qaldı. Deməli, növbəti sualımızda diqqət edin. Bundan sonraki sualların hamısı o səpkidə, o tipdə gedir. Sualların əksəriyyətində might ilə could verilib, özü də indiki zamanda. My friend are planning to go to the picnic. Mənim dostlarım piknikə getməyə qərarlaşdırır. How do you think the weather might be? Sən fikirləşsən, hava necə ola biləcəyini fikirləşsən. Yenə də burada will be able to-su yoxdur, bunda to-su yoxdur. İndi burada da ola bilərdir. Hava necə ola bilər? Ehtimal. Növbəti sualda haven't to olmur, düzdürmü? May ilə to olmur. Am able to nəyə bərabərdir? Can'ə bərabərdir. Am are able to can'ə bərabərdir. Cümlələr nə deyir? We have a football match tomorrow, but my legs hurt me. I can't walk much. Nə deyir orada? Bizim sabah futbolumuz var. Lakin mənim ayaqlarım incidir. Mən daha çox gəzə bilmirəm. Növbəti sualda there is someone at home. Evdə kimsə var. But Mən inkar olmalı. It Bir də ki, indiki zamanda olmalıdır. Ona görə might. Burada məsələ nədir? It can't be Mr. Brown. Bu Mr. Brown ola bilməz. Ola bilməz də. Elə ola bilməz buydu da. Elə can't olmalı. Ola bilməz. Can't. İndi məsələn burada is able to'su yoxdur. Haven't to olmur. Bu Yəni Mr. Brown ola bilər deyərik, amma bundan sonraki cümləyə bax. Bundan sonraki cümlədə ki, o xaricdədir. Xaricdəsə ola bilməz demək. Növbəti sualda Əgər xaricdə olmasaydı might ola bilərdi. Bəli, might işləyə bilər. Ehtimaldır. Bəli. Ehtimalsa might işləyə bilərdi. Will be able to'su yoxdur. Might'dan sonra to gəlmir. Cümlələr nə deyir? Father, where's mom? Anam hardadır? She's not at home. O evdə deyil. She may be in the garden. O nə ola bilər? Bağda ola bilər. Ehtimal mənasında. Növbəti sualda nə deyir orada? I think Anne's brother is in the army. Mən fikirləşirəm ki, Anın qardaşı hardadır? Hərbidədir. O deyir ki, onun 15 yaşı var sadəcə. O ola bilməz. Ola bilməz nədir? Nə olacaq indi? 7. May'dən sonra to gəlmir. Bunu çıxırsan. Can't be a soldier. O nədir? Əskər ola bilməz. Burada to'su yoxdur. Əskər ola bilər. Onun 15 yaşı var olmur axı. Uyğun gəlmir. Növbəti sualda bizim ailəmiz gələn ay burada will be able to'su yoxdur. Sonra could'dan to işlənmir. Burada əgər yaxın gələcəkdə baş vermə ehtimalı ola biləcək işlərin uşaqlar biz işlədirik might. Deməli might'in işlənmə səbəbi nədir? Yaxın gələcəkdə olma ehtimalı ola biləcək şeylərin işlədirik uşaqlar might'ı. Nə deyir cümlədə? Our family might go to Paris next month. Bizim ailəmiz gələn ay Parisə gedə bilər. But it's not certain yet. Lakin bu hələ dəqiq deyil. Deməli might'in mənası nədir? Yaxın gələcəkdə ehtimal olunan hadisələri göstərmək üçün istifadə olunur. Gedə bilər, ehtimal yəni mənasında götürülür. Növbəti sualda do you know where Fred has gone? Sən bilirsənmi Fred hara gedib? O dedi ki, mən bilmirəm. O ya zalda ya da kafedə ola bilər. Bilmək nədir burada? Might. Might. Ola bilər. İndi burada is able'un yenə to'su yoxdur. Will be able'un to'su yoxdur. Could-la may not ola bilməzdir də. Yəni ola bilər. Ya oradadır ya da orada. Mən bilmirəm amma ya oradadır ya orada. Növbəti sualda mənim valideynlərim qərara gələ bilməyiblər ki, bayramı harda keçirsinlər. Lakin onlar İrlandiyaya gedə bilərlər.
ehtimal var. Gələcəkdə ola biləcək ehtimal. Might. Normalde biz might'ı kesmiş düşünürdük ama burada might'ın hamısını uşaqlar ehtimal, gələcəkdə ola biləcək ehtimal mənasında verilir. Will be able to'su yoxdur. Will be able to olsaydı ola bilərdi. Yəni. Haven't to onsuz da olmur. Main'lə to işləmir. Cümlələr nə deyir? Take your umbrella when you go out. Çölə çıxanda çətirini götür. It might rain later. Tezliklə yağış yağa bilər. Yəni will be able'ın to'su yoxdur. Main'lə to işləmir. Qalan da might, yağa bilər, ehtimal. Don't make too much noise. Çox səs salma. Sən uşağı oyandıra bilərsən. Bilmək nədir? Ehtimaldır burada. Yenə might'dır. Yəni will be able to'su olmur. Could'la to işləmir. Oyandıra bilməzsən olmaz da oyandıra bilərsən. Might, ehtimal. Jack is an excellent tennis player. Jack əla tenis oyuncusudur. O heç kəsi neyir? Ha? Bunun to'su yoxdur. Will'in B'si yoxdur. Might'la to işlənmir. May not bite anybody. Heç kəsi neynəmir? Zədələyə bilməz. Zədələməməlidir. Kazanabilmek, kurt. Beat nə deməkdir orada? Kurt onu kazan yani. Başını kazanmak. He could beat anybody. İstənilən adamı uda bilər. Could. Burada beat uda bilər. Yəni istənilən adamı uda bilər. Burada anybody inkar mənada deyil də. Yəni istənilən adamı uda bilər. Beat udmaq yəni mənasında burada. Qalib gələ bilər. When you go to the village next month, you yenə may ilə to işlənmir. Will'in B'si yoxdur. Haven't to olmur. Might ilə to işlənmir. Cavab oldu nə? Could. When you go to village next month, gələn ay deyirsən deyir kəndə gedəndə, gələn ay kəndə gedəndə nə edirsən? Nənənlə qala bilərsən. Could. Növbəti cümlədə if you are hungry, əgər sən acsansa, sən indi nahar edə bilərsən. Could. Yenə are able to'su yoxdur. May ilə to işlənmir. Might ilə to işlənmir. Sən indi nahar edə bilməzsən. Əgər sən açsansa edə bilməzsən, yox, edə bilərsən. Ehtimal, icazə mənasında işlənəcək. Could da işlənir. Could'un da bəli indiki zamanda işlənə bilir. Could indiki məzmunda işlənə bilir. İcazə və ehtimal mənasında. Sonra the weather is nice now. Hava indi yaxşıdır. Lakin o tezliklə dəyişə bilər. Burada could da nədir yenə də? Yenə də ehtimaldır. Dediyim kimi could'la might uşaqlar indiki zamanda ehtimal mənasında işlənir. Yaxın gələcəkdə baş verə biləcək hadisələr. Sonra deyir ki telefon zəng çalır. Bu Tim ola bilər. Yəni orada olacaq could. Niyə? Will be able to B'si yoxdur. Might'la to işlənmir. May'lə to işlənmir. Will be able'la to'su yoxdur. Deyəcəksiniz ki, nə tər could oldu? Bayaq dediyimiz kimi, burada nə mənadadır could'un mənası? Could'un mənası nə mənadadır? Ehtimal mənasındadır. It's so nice here. Bura çox gözəldir. O burada bütün günü qala bilər. Lakin təəssüf ki, o indi getməlidir. Could has to. Qala bilərdi. Qala bilərdi. Amma getməlidir. Yəni burada tərcümə idi. Yəni A'da deyir ki, bütün günü qalmamalıydı. Getməməliydi, uyğun gəlmir. Qala bilər, amma təəssüf ki, gedə bilər, olmur, uyğun gəlmir. Yəni, could indiki zamanda işlədi bilər uşaqlar, buradakı bütün testlərdə could'la might'ı. Deməli, Peter is keen on music. Nə demək keen on? Çox istəyir də, yəni musiqini çox sevir. He plays the flute, o flute çalır, ifa edir. And also play the piano. O həmçinin piano ifa etməyi neyniyir? Bacarır. Kənin buradakı mənası bilmək, bacarmaq. Is able to'su yoxdur. Onsuz da might'la to işlənmir. Bacarır. Həmçinin bacarır. Olsa təsdiqdə işlənir. İnkarda işlənmir. Cümlələr nə deyir? What shall we do? Biz nə edəcəyik? There is a film on TV. Televizorda film var. Biz ona baxa bilərik. Biz nə edək? O da deyir ki, biz ona baxa bilərik da. Yəni ehtimal. Yəni televizorda film var, biz ona baxa bilərik. Təklif kimi də, təklif. Sonra where shall we meet tomorrow? Biz harda
görüşə bilərik sabah. O deyir ki, well, we could come to your house if you like. Yəni burada da yəni təklif var. Təklif mənasında adətən could işlənir, təklif. Biz sənin evinə gələ bilərik, əgər sən istəsən. Təklif. Sonra when shall we go and see Tom? Biz nə vaxt gedib Tom'u görə bilərik? O deyir ki, biz onu bazar günü gedib görə bilərik. Could. Bilmək, amma nə mənadadır? Təklif mənasında. Ehtimal və təklif deyirlər. Where shall we hang this picture? Biz bu şəkili hara asa bilərik? O da deyir ki, biz bunu divardan asa bilərik, zaldan asa bilərik, əgər istəyirsənsə. Yəni burada nədir? Təklif. Bilmək, təklif. Yəni araya bunun tusu yoxdur onsuzda. Might'dan to işlənmir. Sonra cümləyə nə deyir? I don't know when the guest will be here. Mən bilmirəm deyir, qonaqlar nə zaman çatacaqlar. They could arrive at any time. Onlar hər istənilən vaxtda çata bilərlər. Burada any mənası inkar mənada deyil uşaqlar. Any buradakı mənası istənilən mənasında. Onlar istənilən vaxt çata bilərlər. Could. May ilə to işlənmir, might ilə to işlənmir, will'in b'si yoxdur, don't have'in to'su yoxdur. Belə tapmaq olardı yenə də. Yəni istənilən vaxta çatma ehtimalı var yəni mənasında. Any mənası istənilən mənasındadır. Any təsdiq cümlədə işlənə bilir. Mənası nə olur? İstənilən, hər hansı. Be careful of dog. That dog. Bu itdən ehtiyatlı ol. O səni dişləyə bilər. Might, ehtimal. Is able yenə də to'su yoxdur. Sonra I don't want the children to play in this room. Mən istəmirəm ki, uşaqlar bu otaqda oynasınlar. Onlar nəyisə qıra bilərlər. Might nə deməkdir? Ehtimaldır burada. Nəyisə qıra bilərlər. Sonra Mr. Smith he has a headache. Onun deyib baş ağrısı var. O sabah işə gedə bilməyəcək. Ha? Ehtimal ki gedə bilməyəcək. Nə olacaq? Might not go to the work tomorrow. Sabah işə gedə bilməyəcək. Ehtimal ki gedə bilməyəcək. Yəni. Yenə də won't be able to olacaq. Yəni be olsaydı götürmək olar yenə də. May ilə to işlənmir. Orada da gedə bilməz. Çünki başı ağrıyır. Gedə bilməz. Ehtimal ki gedə bilməz. Where are you going to buy? What are you going to buy? Nə deyir? Sən nə alacaqsan? What are you going to buy? I don't know. Mən bilmirəm. Mən əl çantası ala bilərəm. Burada nə olacaq? Could. Ehtimal. Yəni might'dan to işlənmir. Be able to olmalıdır. Haven't olmur. May ilə də to işlənmir. Dinləyirik. Diqqətli ol. It's very dark. Çox qaranlıqdır. Sən qorxa bilərsən. Ehtimal. Yenə might'dan to işlənmir. Will'in b'si yoxdur. Sən qorxa bilməzsən olmaz da bilərsən olar. Düzdürmü? Bəli. Ona görə də B ilə də. Növbəti sualda nə deyir? There's a film starting in a few minutes. Bir neçə dəqiqəyə film başlayacaq. My friend and I won't be able to'su yoxdur. Might'dan to işlənmir. Are able'ın to'su yoxdur. Hə. Nə deyir orada? Film deyir bir neçə dəqiqəyə başlayacaq. Mənim dostum və mən baxa bilərik. Burada may nədir? Bilmək, icazə mənasında bilməkdir. Ya da ehtimal mənasında ola bilər. I think Tom, mən fikirləşirəm ki, Tom bu hədiyyəni bəyənəcək, onun üçün aldığım. Burada nədir burada? Ehtimal da, ehtimal, ehtimal. Yəni is able to'su yoxdur, might'la to işlənmir, hasn't to olmur. Bəyənməyəcək. Mən fikirləşirəm ki, bəyənəcəkdir, ehtimal ki, bəyənəcək. Sometimes Mary will be able to. May ilə to işlənmir. Is able to. Mary ilə də have yox necə olmalıydı? Has olardı. Qaldı nə? Might. Sometimes Mary might want to be alone. Bəzən Mary tək qalmaq istəyə bilər. Ayşə. Today Julia hasn't come to the work. Julia bugün həmişə gəlməyib. O xəstə ola bilər. Bilmək nədir burada? Ehtimal, might. Baxırsınız mı? I can't help you. Mən sənə kömək edə bilmərəm. I am busy. Mən
məşğulam. Mən məşğulam. Mən sənə daha sonra kömək edə bilərəm. Ehtimal. Yəni də burada bunun tusu yoxdur. Bunun bisi yoxdur. Meynə tu işlənmir. Kömək edə bilərəm. Might. Edə bilmərəm olmur da, yəni məna cəhətdən. Mənim babam never watch adventure films. Yəni macəra filmlərinə baxmır. O bunu xoşlamaya bilər. Could not. May not, could not, might not. Cavab oldu nə? 2, 3, 5. Sonra I have phoned Tom. Mən Tom'a zəng etdim. But there is no answer. Lakin cavab yox idi. O evdə olmaya bilər. Ehtimal. Might not, could not tu işlənmir. May not. Cavab oldu nə? 1, 4 da. Evdə olmaya bilər. Mən Tom'a zəng etdim, lakin o cavab vermədi. O evdə olmaya bilər. Ehtimal. Sonra I am going to London in July. Mən deyir, iyulda Londona gedəcəm. What about you? Bəs sən? O deyir ki, mən İspaniyaya gedə bilərəm. May. Able tusu yoxdur. Might. Şurada 1 üstü da. 1'in birisi yoxdur axı. Şuradan da tu işlənmir. 103. 103'te nə var? Deyir ki, şuradan tu işlənmir. Will be able'ın tusu yoxdur. Emizar able'ın tusu yoxdur. Qaldı may ilə might. Nədir orada? Nə növ maşın alacaqsan sən? Mən əmin deyiləm hələ. Mercedes ala bilərəm. Ehtimal. May ilə might. Sonra an partiyə bu gecə she has a lot of homework to do at home. On gəlməyə bilər. Might not, could not. Burada uşaqlar may not'u götürməyiblər. Might'la tu işlənmir. Bu heç. Gəlməyə bilər bu gecə. Çünki onun ev tapşırığı var etməli. May not niyə olmur? May not niyə olmur? Uşaqlar may'in təsdiqdə işlənəndə mənası ehtimal mənasında işlənir. Amma inkarda işlənəndə may not adətən icazə mənasında işlənir. Ehtimal mənasında icazə. Ona görə də bunu 2-5 kimi götürürlər. Amma yəni ilkin baxanda uşaqlar, yəni orada əslində 2-5 götürməlidirlər. Sadəcə biraz daha dərinə gediblər. May'i elə bir ki, deyirlər ki, may'in ehtimal mənasında onda yəni belə daha necə deyərlər? Yəni etməməlisənmiş kimi götürürlər adətən. Ona görə may'i götürmək olmaz. Rəsmi şeylərdə orada, daha çox formal şeylərdə. Məsələn, adətən may'i bilsən nə mənada işlədilər? Məsələn, deyirəm ki, mən bunu eləyə bilərəmmi? Mən bunu eləyə bilərəmmi? Məsələn, hansısa bir, deyək ki, məktəbdir. Deyirəm ki, mən bu gündən bəri dərsə gəlməyə bilərəmmi? May, icazə. Orada deyir ki, yox, may not. İcazə yox. Yəni, başlıqdan o icazə o mənada. Amma burada isə o mənada deyildi. Ona görə ehtimal mənasında olduğuna görə, ona görə might'dan could götür. Amma mən ilkin düşüncəmə görə burada 3 də olardı yəni. Sadəcə götürmürlər onun variantı olaraq. I can't find my bag. Mən tapa bilmədim çantamı. Have you seen it? Sən onu görmüsənmi deyir. O deyir ki, no, xeyr. Amma deyir, o deyir, maşında ola bilər. Could'la might. Sonra növbəti sualda nə deyir? Don't throw this paper away. Bu kağızı kənara tullama. O sənə daha sonra lazım ola bilər. May ilə might. Ehtimal. 2-3. Sonra, daha sonra indi gəldik o söhbətlərə, bayaqki qaydaya. İndi bu qaydanı bir daha qaydanı xatırlayaq uşaqlar. Qaydamız necə idi? Qaydamız necə idi? Dedik ki, qaydada dedik ki, zaman anlayışı olanda, bax, ən vacib şey budur, bax. Əgər zaman anlayışı varsa, bunu yadda saxlayın. Testlərin 99%-i bu ilə həll olunur. Əgər zaman anlayışı varsa, to be about to olmur, due to olur. Bir daha deyirəm, zaman anlayışı varsa, to be about to olmur,
due to olur. To be due to. To be due to. Bak bunu yadda saxlayırıq. İndi burada da zaman anlayışı var. Zaman anlayışı varsa nə olacaq indi? To be due to. Is due to. Nədir o da? Qatar 5 dəqiqəyə gedə bilər, getməlidir. Zəhmət olmasa indi neyini minir. Bax indi orada is due to'su yoxdur. Was keçmişdə də uyğun gəlmir. Is about-da to'su yoxdur. Zaten iki dənə düzgün variant var yazılış etibarilə. Zaman anlayışı da qoyulanda about to olmur. Bayaq dedik. İndi bundan sonraki sualların demək olar ki, hamısı bunlar belədir. Bax zaman varsa, deməli bir daha deyirəm. Zaman varsa biz nə qoyacağıq uşaqlar? Zaman varsa to be due to. Zaman varsa nə qoyuruq? To be due to. Zaman olmayanlara isə, digərlərinə isə Is about. Is about. yox. To be about About. to. Mən was'la niyə işləmirəm? Was about to. Deməli bax mən to be about to dedim. Yəni mən is demədim ki. Bildim yəni. Was about niyə işlədə bilmirəm? Was about to işlədə bilirsən. Keçmiş olanda işlərsən də. Cümlə keçmiş deyil axı. Deməli to be about to ilə nə olmaz? Zaman olmaz. Deməli zaman varsa nə olacaq? To be due to olacaq. To be about to da zaman olmayacaq. Yadda saxlayın. Növbəti sualda tomorrow nədir? Tamam. Tomorrow nədir? Gələcək. Zamandırsa nə olacaq? Due. To be due to. Bax yadda saxlayın. Bax ən rahat variant bir daha deyim. Zaman varsa nə qoyuruq? To be due to. İndi bax cümləyə fikir verin. When hansı zamandadır? Keçmiş. Demək keçmiş olmalıdır variantlarda, hə? Is indikidir, is indikidir, is indiki. Was about'un da to'su yoxdur. Qaldı cavab nə? Burada saat 5:00-da təyyarənin enməyi. Burada fikir verirsinizsə zaman anlayışı var. Zaman anlayışı varsa nə qoyacağıq? Is due. Zaman varsa nə olacaq? Is due to. Zaman varsa is due to olacaq. Səhifəni qarışdırdım. Səhifələr qarışdı. Əlim dəydi, endə getdi. Sual neçədəydik? 111'de. 111. 111'də uşaqlar. İndi bax burada next week var. Görün bax qaydanın ən rahat variantı bax budur. Next week varsa nə qoyacağıq? To be due to. Are due to. 5 minutes var. Zaman anlayışı var. Ne koyacağız? Is due to. Başa düştük mü? Zaman varsa ne koyacağız? To be due to. To be. Yani is yok da böyle diyək. To be due to. Bu neyle işlenecek? Zamanla. Zaman yoksa ne koyacağız? To be about to. Şimdi burada fikir verin cümle ne deyir? Bak birinci səhv olanları çıxırıq. Are going to. Will be able to. Sonra they nədir? Cəm. Cəm isə is olmaz. Buna çıxdı. Are due to qaldı. Bir də are just about to qaldı. İndi cümlədə zaman mənası varmı? Yoxdur. Onda due to'nu çıxırsan qalır nə? A variantı. Biz deyir onlar görüşə başlamaq üzrə idilər və hər kəs oturacaqlarında hazır idi. Növbəti sualda yenə də is just about to, yəni to'su yoxdur. Is going to, to'su yoxdur. Will be able to, be'si yoxdur. İndi qaldı iki variant. Zaman yoxdur deyə due to'nu çıxarırıq. Cavab qalır nə? Is just about to. Is about to. Bəli, ən rahat variant odur. Və burada deyir ki, sərnişinlər board sözü, yəni minmək mənasıdır. Get on. Ona görə get on'u burada mötərizə yazır ki, yəni minmək. 5 qatarına minmək üzrədirlər, yəni minirlər. Və burada are going to'su yoxdur. Düzdürmü? Will be able to to'su yoxdur. Passengers necədir? Cəm. Cəmsə izləri çıxdı variantdan, qaldı D variantı. İndi deyəcəksiniz ki, axı burada zaman var. Niyə due to olmadı? Zaman yoxdur. Yəni qatar 5 nömrəli qatar. Qatarın nömrəsidir o. Sonra burada
Yenə cümlə hansı zamandadır? İndiki. İndikidə isə keçmişi çıxdım. Will be able to'su yoxdur. Bunu çıxdım. Deməli, about'dan sonra nə gəlməlidir? To, bunu da çıxdım. Deməli, is due to qaldı. Is just about to qaldı. Zaman var mı burada? Zaman var. Yoxdur. Onda nə olur? Is just about to. Növbəti sualda yenə message hansı zamandadır? Keçmiş. Keçmiş olan variant hansıdır? Y. Was about'da to'su yoxdur. Buna göstərdim. Yenə burada dinlə. İzlə Z ilə iz olmaz. Was olmaz. Birin B'si yoxdur. Zaman var mı burada? Yoxdur. Ona görə Newton'u çıxdıq. Qaldı nə? Are about to. Bax, uşaqlar, sizə qısa yolunu dedim. Ən qısa yolunu. Deməli, Zaman yoxdur. burada About. yenə is about to'su yoxdur. Is going to'su yoxdur. Was'un- Keçmiş olmaydı was olması üçün. Is about to ilə qaldı is due to. Cümlədə də zaman yoxdur deyə due-to'nu çıxdıq. Qaldı nə? About to. Nədir? Vacib bir elan etmək üzrə idik. Yəni edirdik yəni. Burada da yenə are about to'su yoxdur. Dinləyirik mi diqqətli? Bəli. Are going to'su yoxdur. Cümlə indiki zamandadırsa, keçmişi çıxdı. Yenə zaman məzmunu yoxdur deyə are due-to'nu çıxdıq. Qaldı are about to. Burada zaman anlayışı var deyə nə olacaq? Is due to'su yoxdur. Zamandırsa is due to'su olmalıdır. Cavab oldu nə? D variantı. Diqqətli olaq. Next month. Var. Due to. Next month hansı zamandır? Gələcək. Gələcək hansıdır? Is due to. Bir- Zaman var. Zaman varsa nə olacaq? Is due to. By the end of week. Zaman anlayışıdır, düzdürmü? Is due to. Burada onsuz da to yoxdur. Sonra burada neyini? Is going to'su yoxdur. C'də. Will'dən sonra to işlənmir. Will'lə to işlənmir axı, yadınıza gəlir. Will'dən sonra nə işlənməli? Birbaşa fe'l gəlməli. Will to deyə bir şey olmur. Cümlə hansı zamandadır? İndiki was about to keçmişdir. Cümlədə də zaman anlayışı yox deyə due-to'nu işlətmirik. Qaldı cavab nə? Ha. Yəni biz due-to'nu planlaşdırılmış hadisələri işlətmək üçün istifadə edirik də. Yenə will-lə to işlənmir. Emizar going to'su yoxdur. Sonra was about to'su yoxdur. Cümlədə zaman məzmunu yoxdur deyə due-to'nu çıxdıq. Qaldı cavab Y variantı. Növbəti sualda yenə zaman anlayışı var. Zaman anlayışı var. Is due to olmalıdır. Cavab oldu nə? A variantı. Qurtardı suallar. Hər birinizə uğurlar inşallah.